öz fəaliyyətini davam edəcək, genişləndirəcək və cəmiyyət qarşısında öz üzərinə götürdüyü öhdəlikləri hamısını yerinə yetirəcək. Ona görə də həmin o kampaniyanı təşkil edən adamlar da bilməlidirlər ki, onlar yalnız Ziyalılar Forumunun daha da ardıcıl, daha da geniş fəaliyyətinə start verirlər. Başqa nəticə burada ola bilməz, biz tutduğumuz yoldan geri veririk. Konkret olaraq bilirsiniz ki, bu ilin əvvəllərindən xüsusi başladı. Rüstəm müəllimin başlıq elədiyi digər bir təşkilat bağına qarşı bircə cinayət qaldırdı. Hamısı bunlar da saxta işlərdir. Həmin ittifaqı yerləşdiyi binadan çıxarılıb, qeyri-qanuni olaraq heç bir rəsmi qərar olmadan, heç bir izahat verildi. Siz bilirsiniz ki, onun Azərbaycanın gəlib gedişinə də mane olurlar son dövrlərdə. Ziyalılar Forumunun digər üzvlərinə qarşı, Gülbəkli xanıma qarşı, Eldənizlərə qarşı, Raxif Məhəmmədi və demək üçün hamısının, üzvlərinin hamısına qarşı bu haqqına belə bir silsilə kampaniya aparır. Son dövrlərdə də hörmətli bizim yazımız Əkrəm müəllimə qarşı belə bir kampaniya aparır. Biz belə bir kampaniya həmişə cavab vermişik və bundan sonra verəcəyik. Ancaq biz bilirik ki, bu kampaniyanın məsələlərini də biri Azərbaycanda gündəlik dəyişmək. Cəmiyyətin aradan problemləri diqqətdən yanır. Bütün cəmiyyət indi ölkədə baş verən korrupsiya halları, məmur başkanlığı, qabaqdan gələn seçkilər, insan haqları, bu gündəmdə bu məsələlər qurduğu bizim də belə bir hücumlara ən düzgün cavabımız ondan ibarətdir ki, işimizi dalı düzəldir. Və bu mənada Ziyalılar Forumunun noyabr ayında verdiyi qərarı mənsə xatırlatmaq istəyirəm. Noyabrın 26-sında qabaqdan gələn prezident seçkiləri, ali güclü seçkilər olacaq. Başlığı olan bir böyük bəyanat verir Ziyalılar Forumu. Faktiki olaraq həmin bəyanat bir illik planın bütün əsas prinsipal məqamlarını çözür ki, bu il ərzində Ziyalılar Forumu qabaqdan gələn prezident seçkilərinin şəffaf və demokratik keçirilməsi üzrə və həmin seçkilərin Azərbaycan xalqının iradəsinin təmin olunması keçirir. Ziyalılar Forumunun üzərinə düşən bütün məsuliyyəti, bütün işləri Ziyalılar Forumunun həyata keçirir. Həmin o noyabrda qəbul etdiyimiz qərarlara uyğun olaraq Rüstəm müəllim yanvar ayında elan etdik ki, yeni bir hərəkət yaranacaq. Onun anonsunu verdik, onun haqqında cəmiyyətə məlumat verdik. İndi mən sizə deyə bilərəm ki, o hərəkətin, hərəkətin təşkil işləri başa çatır və yaxın 10 gündə onun rəsmi təqdimatı olur. Biz yeni bir təşəbbüsü sizə anons etmişik. Ziyalılar Forumu qərar alır və yeni bir sənəd hazırlanır. O sənədin mətni Azərbaycan cəmiyyətinin, vətəndaş cəmiyyətinin beynəlxalq ictimaiyyətə müraciət edir. Təqribən 100 ünvana göndərilir həmin sənəd. O sənəddə əsas mərci prinsiplərlə o sənəddə deyilir ki, Azərbaycanda yaranmış durum faktiki olaraq bizim cəmiyyətimizi, bizim xalqımızı iki seçim arasında olur. Ya qabaqdan gələn prezident seçkiləri demokratik ədalətli olacaq. Həmin bu seçkilərdə Azərbaycanda demokratik keçid başlayacaq və xalqın iradəsindən hakimiyyət qurulacaq. Ya da ki, Azərbaycanda kökləndiyi proseslər, sosial və siyasi partlayışlar başlayacaq. Ona görə də bu sənədin müəllifləri müraciət edirlər beynəlxalq ictimaiyyətə və orada 3 əsas tələb olur. Birincisi, siz bilirsiniz ki, ABŞ-da Magnitski aktlarında Kongres qərar qəbul edir. İş layihədə bu qərar yalnız Rusiya aid idi, ancaq qərar qəbul olunanda ona müxtəlif düzəlişlər edildi və həmin akt, Magnitski aktı bütün dövlətlərə aiddir, o cümlədən Azərbaycana da aiddir. Hansı ölkədə məmurlar insan haqlarını pozursa, kobud şəkildə pozursa, onlara qarşı fərdi sanksiyalar tətbiq olunur. Keçən ilin 2012-ci ilin may ayında, mayın 24-də Avropa Parlamenti Azərbaycanla bağlı xüsusi qərar verir. Həmin qərarda da Avropa Birliyinə, Avropa Komissiyasına tövsiyə olunur ki, Azərbaycanda insan haqlarını pozan məmurlara qarşı Avropa Birliyi, Avropa Birliyə daxil olan ölkələr fərdi sanksiyalar tətbiq edir.
Bax, bu iki qərarı əsas tutaraq, birinci bizim tələbimiz həmin sənəddə olan ibarətdir ki, Azərbaycanda insan haqlarını pozan məmurlara qarşı beynəlxalq ictimaiyyət tərəfindən, təşkilatlar tərəfindən, ölkələr tərəfindən, birliklər tərəfindən fərdi sanksiyalar tətbiq olunsun. Həm viza rejimindən bağlı, həm onların maliyyə resurslarından bağlı, əmlaklarından bağlı və s. Və onu da məzun ibarət üçün uzun illərdir, həm Avropa Şurasının Venesiya Komissiyası, həm ATƏT tərəfindən, Azərbaycan hakimiyyətindən seçki islahatları tələb olunurdu. Bu seçki islahatlarının əsas prinsipləri, əsas əməlləri haqqında bir neçə sənəd qəbul olunur. Həm Avropa Şurasının Venesiya Komissiyası tərəfindən, həm ATƏT tərəfindən. Bu yaxınlarda Azərbaycanın Demokratik Düşərgəsi də seçki islahatlarına bağlı bir memorandum qəbul edilmişlər. Biz ikinci bənddə, həmin sənədin ikinci bəndində tələb edirik ki, bu seçki islahatı Azərbaycanda keçirilməsi üçün beynəlxalq təşkilatlar, beynəlxalq qurumlar lazımlı işlər görməlidir. Və nəhayət orada üçüncü bənd ondan ibarətdir ki, qabuldan gələn prezident seçkilərində beynəlxalq təşkilatların, beynəlxalq qurumların təşkil etdiyi səslərin paralel sayılması və izlətmələr həyata keçirir. Və Azərbaycan cəmiyyəti uzun illərdir bu seçki saxtakarlığını artıq görərək mövcud olan seçki komissiyasının rəqəmlərinə Azərbaycan cəmiyyəti inanır. Yalnız beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən ya izlətmələr və ya səslərin paralel sayılmasının nəticələrini Azərbaycan cəmiyyəti düzgün obyektiv rəqəmlər kimi qəbul edir. Bu müraciəti biz bu yaxın günlərdə siyasi partiyalarına, aparatif qeyri-hökumət təşkilatlarına, müstəqil mətbuatına, gənclər təşkilatlarının fəallarına bir yerdə müzakirə edirik. Onu təqribən 100 ünvana, bütün beynəlxalq qurumlara biz onu təqdim edəcəyik və göndərəcəyik. Aparılan bütün bu ünvanlara, kampaniya cavab olaraq bir də bəyan edək ki, biz işimizi nə üçün dayandıracağıq, əksinə Ziyalar Forumu öz fəaliyyətini daha da genişləndirəcək və gücləndirəcək. Son olaraq, dünən baş vermiş hadisələrlə mən istəyirəm Ziyalar Forumu məqsədini sizə deyir. Tofiq Yaqubunun və İlqar Məmmədovun təqsimindən bağlı Ziyalar Forumu qəti olaraq bu addımı pisləyir. Biz hesab edirik ki, təbii ki, bu addımın heç bir əsası yoxdur. Dəlil üçün artıq hadisələr baş verəndən sonra o insanlar oraya getmişdir və qısa müddətlər yalnız vəziyyətlə tanış olmaq üçün. Ancaq görün, bu hakimiyyət nə cür vəziyyətdədir ki, onlar heç bir əsas olmadan yalnız həmin rayona səfər etmiş, səhsiz səfər etmiş insanları, fəalları həbs edirlər və bu onu göstərir ki, hakimiyyət çox qorxur. Hakimiyyət talaş içindədir. Gözünə axtayan olan, vəziyyətdə nəzərət edilən hakimiyyət heç vaxt belə edəcək addımlar atmazdır. Biz necə gənclər fəallarının həbsi zamanı mitinglərdə tutulan insanların dəstək kampaniyasına qoşulurduq. Biz Tofiq Yaqubunun və İlqar Məmmədovun da həbsini istəyirik və onların müdafiəsi üçün də Ziyalar Forumu əlindən gələni edir.